Başqasının kişisi onları döyür, sonra da gedib arvadını qucaqlayıb yatır. Yəni, bunu mütləq verərsən aroma. Və buradan bir şey demək istəyirəm. Bu yaxınlarda baxıram ki, mətbuatda deyilir ki, nədadır? Aysunu məclisdən nağariflər neyiniblər. Əvvəla birinci, elə bir şey olmayıbdır. Mən buna aydınlıq gətirdim. Dostumuz bizə zəng elədi, danışdıq. Tamam, başqa-başqa olubdur. Heç şey şişirtmək lazım deyil. Yəni, boş-boş. Nətər olub, necə olub, boş şeylərdir. Mənim qızım maşallah sevilir. Qurtuluğunuzdan da ölürsünüz, onu çox istəyirlər deyə. Sevilir, istəyirlər. Səhnəyə çıxdı, səhnəni partladır. Yerimiz hazırlanır. Çox gözəl bir, bunu keçən dəfə də verməmişdik, gözümü çıxardım. Çox gözəl bir gözəllik salonu və geyim mağazası açıram. Moskva şəhərində. Fadil müəllim açır daha doğrusu bizim üçün. Bax, əynimdə gördüyünüz bu köynəklər də oradadır, bu gördüyünüz kurtkalar da oradadır. Yəni, əynimdə gördüyünüz hər şeyin satışı olacaqdır. İstəyənlər hələ ki, direktimizə müraciət edə bilərlər, amma artıq açılışımıza hazırlaşırıq. Aysunun gəlməyini gözləyirik. Aysun qızımla bir yerdə açılış eləyəcəyik. 2. Əti bax, belə diddiyim əti tökdüm bu suyun içinə. Gördünüz mü mənim əzlərim? Getdi ora, ət. Apar da. Bax, bu da düyü. Gördünüz? Gözləri mütləq çəkin. Gözəl Azərbaycandan gəlib mənim bacımdır. Bu da əkizlər bürcüdür. Çox istəyirəm onu. Mənim canımdır. Yəni, mənim ətrafımda olan insanlar hamısı ürəyə qəlbi təmiz adamlarla. Bu da əkizlər bürcüdür. O qədər gözəl ürəyi var ki. Yəni ki, bilmirəm, bunun bu boyda, balaca boyundan o boyda ürək hardandır. Qoyuram bu belə tikələrini. Belə. Getdi. Bu da gördünüz mü? Mənim, bax. Lobyamı tökdüm. Bu əbəlikdir. Bunu da yuyacam. Mən əbəlik qaynatmıram. Eləcə tökürəm yeməyin içinə, qaynatmıram. Akazımıçqa, ruslar demiş. Akazımıçqa, şomu ıspanağa deyilirmiş. Heç mən bilmirəmmiş, töybə, biyabır olmuşam. O yığır deyir, ay qız, şomu başqa şeydir, ay başına daş düşməsin yazın. Belə şey var, belə balaca